Hər kəsə yeni videodan salamlar. Sizi bu dəfə də Montenegrodan salamlayıram. Montenegro videom ilə salamlayıram, belə deyim, daha doğru olsun. Bu videoda da sizə Montenegronun ümumi ölkə haqqında maraqlı məlumatlar verməyə çalışacağam. Tək ricam başlamamışdan öncə videoyu izləməyə, kanala abunə olub, videonu da like etməyiniz mənim üçün möhtəşəm dəstək olar. Öncədən təşəkkürlər. İndi isə keçid edək Montenegroya. Montenegro Cənubi Avropada Balkan yarımadasında yerləşən bir dövlətdir. Adı Latıncada Qara Dağ mənasına gəlir. Montenegrodan götürülüb. Bu ölkənin coğrafiyasına da uyğundur. Çünki Montenegronun ərazisi əsasən dağlıq və təbii gözəlliklərlə zəngindir. Paytaxtı Podgoritsa, amma ən məşhur şəhərləri isə qədim sahil şəhərləri olan Kotordur. Montenegro çox zəngin tarixi və mədəniyyəti olan bir ölkədir və bir neçə maraqlı qeyri-adi faktlara sahibdir. Dünyanın ən kiçik kilsəsi Montenegronun Piras şəhərindəki Sveti Georgi adasında yalnız 2 metrdən kiçik olan dünyanın ən kiçik kilsəsi yerləşir. Kilsənin adı Sveti Georgidir və yalnız gəmilərdəki dənizçilər tərəfindən ziyarət olunur. Ən kiçik milli park Montenegronun məşhur Lovken Milli Parkı ölkənin ən kiçik milli parkıdır. Buna baxmayaraq burada çox zəngin bir fauna və flora sahibdir. Lovken həm də ölkənin simvolu olan Montenegro tarixinin önəmli simalarından biri olan Petar III Petroviç məzarının ev sahibliyini də edir. Tarixi qəsr və qala Montenegronun ən çox tanınan qəsrlərindən biri Kotor qalasıdır. Bu qala Qərbi Balkanlarda ən yaxşı qorunmuş qala komplekslərindən biridir. Və həmən bəhs etdiyim bu qala UNESCO-nun Dünya Mədəniyyət İrsi siyahısına daxil edilmişdir. Qalada çox sayda dar küçə və səliqəsiz tikililər mövcuddur. Qədim dil və əlifba Montenegroda istifadə olunan dil Montenegro dili olaraq tanınır. Dil əsasən Serb, Xorvat və Bosniya dillərinə çox yaxındır, amma bu dil özünə məxsus əlifba və qrammatik qaydaları da var. Həmçinin Montenegro dili Latın və Kiril əlifbasından istifadə edir. Montenegro həm Adriatik dənizinə yaxın sahil xətti ilə tanınır, həm də çoxlu dağlarla əhatə olunmuşdur. Bura həmçinin dünyanın ən təmiz göllərindən biri olan Skadar gölünə ev sahibliyi edir. Göl ölkənin cənubunda yerləşir və birdən çox növ nadir quşun yaşayış yeridir. Montenegronun Tara çayı üzərindəki şəlalə dünyanın ən yüksək şəlalələrindən biri sayılır. Bu şəlalə Tara kanyonu ərazisində yerləşir və təbiət həvəskarları üçün bir cənnət yeridir. Dünyanın ən dar dəmir yolu Montenegroda yerləşən Bar-Belqrad dəmir yolu ən dar, ən qeyri-adi dəmir yolu xəttləri arasında sayılır. Bu yol Adriatik dənizindən Belqrad şəhərinə qədər uzanır və çox sayda tunel və körpülərlə məşhurdur. Və indi musiqi görüntülərindən sonra sizə Montenegroda olan Azərbaycan parkından bəhs edəcəm.
Yəqin ki, aranızda bu parkın mövcud olduğunu bilməyənləriniz də vardır. Bilməyənlər üçün qeyd edim, Montenegroda Azərbaycan parkı vardır. Bəli, Montenegronun paytaxtı Podgoritsada yerləşən Kings Park, yəni Kral Parkı əslində azərbaycanlıların dəstəyi ilə bərpa olunmuş bir yaşıllıq zonasıdır və Azərbaycanla əlaqəli elementlərə malikdir. Bu Kral Parkı 1910-cu ildə yaranmış, sonradan 1954-cü ildə yenidən bərpa edilmişdir. Bu park Podgoritsanın mərkəzindədir. Hilton otelin qarşısında əsas prospektlərə yaxındır. Parkın bərpası və yenidən tərtibatı üçün fonlar Azərbaycan hökuməti tərəfindən ayrılmışdır. Parkın girişində yenidən qurulma işləri çərçivəsində Azərbaycanlı şair, dramaturq Hüseyn Cavidin büstü açılmışdır. Parkın çərçivəsində Bakı küçəsinin açılması da planlaşdırılmışdır. Podgoritsa Azərbaycan dostluğu kimi də simvolik olaraq bu formada da bilinir. Bərpa zamanı parkda müxtəlif ağaclar, oturacaqlar, şaxəli oyun meydançaları və çay masaları kimi istirahət elementləri də quraşdırılmışdır. Və sizə Montenegronun digər maraqlı məkanlarından bəhs etmək istəyirəm. Onlardan biri Durmitor Milli Parkıdır. UNESCO tərəfindən qorunan təbiət parkıdır. Burada qarlı dağlar, Tara dərəsi, Avropanın ən dərin dərəsi və Qara göl Çerni Yezora yerləşir. Gəzinti, dağ yürüyüşü və xizək üçün ideal məkandır. Növbəti maraqlı məkanımız Çetinye şəhəridir. Montenegronun tarixi paytaxtı və mədəniyyət mərkəzidir. Burada çoxlu muzeylər və qədimi kilsələr yerləşir. Onlardan biri Çetinye monastırı və Kral Nikola sarayıdır. Sveti Stefan Budvanın yaxınlığında yerləşən Adriatik dənizində kiçik ada oteldir. Dünyaca məşhur modellər və aktyorlar burada qalırdı bir zamanlar. Sophia Loren, Elizabeth Taylor və sair kimi məşhurlar burada bir zamanlar qalıb qonaq kimi yaşamışlar. Foto üçün ideal məkandır bu ada oteli. Digər maraqlı bir şəhəri Herçenovidir. Kotor körfəzinin çıxışında yerləşən güllər və limon ağacları ilə dolu bir şəhərdir. Burada Kanlı Kula qalası və Forte Mare kimi tarixi yerlər vardır. Digər maraqlı və qeyri-adi monastırlardan biri Montenegroda Ostrog monastırıdır. Dağ qayası üzərindəki tikilmiş pravoslav monastırıdır. Montenegronun ən müqəddəs məkanlarından biridir. Minlərlə zəvvar hər il buranı ziyarət edir. Qayaların içində inşa olunduğu üçün təsirli mənzərəyə malikdir. Və sizə istəyirəm Montenegronun əsas şəhərləri haqqında biraz məlumat verim. Podgoritsa paytaxt və ən böyük şəhərdir. Siyasi, iqtisadi və mədəni mərkəz sayılır. Morako çayının sahilində yerləşir. Müasir binalarla yanaşı Osmanlı dövründən qalan izlər də vardır. Nikşiş ölkənin ikinci ən böyük şəhəri, sənaye və pivə istehsalı Nikşiçko pivo ilə məşhurdur. Dağlarla əhatələnmiş dinc atmosferli şəhərdir. Budva turizm paytaxtı sayılır. Çoxsaylı çimərliklər, gecə həyatı və qədim Budva qalası ilə məşhurdur. Yayda çox sayda turist cəlb edir. Kotor UNESCO-nun Dünya İrsi siyahısına daxildir. Tarixi qala divarları, dərin dəniz körfəzi və dar küçələri ilə məşhurdur. Gözəl kruz limanıdır. Bar şəhəri dəniz limanı şəhəri və Albaniyaya yaxın bölgədir. Müasir hissəsi ilə yanaşı Stari Bar, Köhnə Bar adlı tarixi hissəsi də çox maraqlıdır. Herçenovi Kotor körfəzinin girişində yerləşir. Gözəl çimərlikləri, pilləkənli küçələri və limon bağları ilə tanınır. İtalyan və Osmanlı izləri də vardır bu şəhərdə.
Çetiniya keçmiş paytaxt və mədəniyyət mərkəzidir. Köhnə saraylar, kilsələr və muzeylərlə zəngindir. Tivat, Porto Montenegro adlı lüks marina limanı ilə məşhurdur. Son illərdə zəngin turistlər üçün cazibə mərkəzinə çevrilib. Digər bir şəhəri isə Plevlia şimalda yerləşir, sənaye və təbii sərvətlərlə tanınır. Bielopolye şimal-şərqdə kənd təsərrüfatları ilə məşğul olan bölgədir. Berena şimal-şərqdə Lim çayı sahilində yerləşir. Plev gözəl gölü və dağ mənzərələri ilə tanınır. Andiyevika kiçik sakit dağ şəhəridir. Moykovas Tara çayı yaxınlığında təbiəti ilə məşhurdur. Kolaşin dağ kurortu və xizək mərkəzidir. Danilograd Podgoritsa ilə Nikšiš arasında Zeta çayı sahilində bir şəhərdir. Rozaye əhalisinin çoxu müsəlmandır, şimalda yerləşir. Savnik kiçik dağ şəhəridir. Zablyak Durmito Milli Parkının mərkəzi dağ turizmi ilə tanınır. Və ən son sizə bəhs etmək istədiyim şəhər Montenegronun Ulçin şəhəridir. Əhalisinin çoxu albandır, uzun qumlu çimərlikləri ilə məşhurdur. Ulçin mənim üçün niyə özəldir? Çünki Montenegronun ilk gəldiyim şəhəridir, ilk yaşadığım şəhərdir Montenegroda və bura mənə həm də əslində müsəlmanların çox olduğu bir şəhərdir. Bu xüsusiyyəti də belə deyim sizə bizim üçün bir köynə yaxındır. Yəni biz özümüz də müsəlman olduğumuz üçün. Ona görə bu Ulçin şəhərindən sizə biraz daha artıq məlumat vermək istəyirəm. Ulçinin əhalisi təxminən 20-25 min nəfərdir. Əhalinin əksəriyyəti müsəlmandır. Əsasən Alban məişəllidirlər. Şəhərdə məscidlər, minarələr və Osmanlı memarlığı çoxdur. Ulçin çox qədim şəhərdir. Təxminən 2500 illik tarixi vardır. Şəhər keçmişdə qorxulu dəniz quldurları, piratlar ilə də məşhur idi. Ulçinin turistik yerləri Velika Plaza, böyük çimərlik, 13 kilometr uzunluğunda Montenegronun ən uzun çimərliyi sayılır. Stari Grad köhnə şəhər dağın üzərində tikilmiş qədim qala və daş evlərdir. Ada Boyana adası çayın dənizə töküldüyü yerdə yaranan təbii adadır. Restoranları və dəniz məhsulları ilə məşhurdur. Mala Plaza kiçik çimərlik şəhərin mərkəzində yerləşir. Sailors Moskue dənizçilər məscidi Osmanlı dövründən qalan qədim məsciddir. Ulçin Montenegronun ən isti şəhərlərindən biridir. Yayda çox sayda yerli və xarici turistlər gəlir. Burada müsəlman mədəniyyəti ilə Avropa atmosferi qarışır. Məscidlərin azan səsləri ilə kilsə zənglərinin səsi yan-yana eşidilir. Şəhər sakit, dostcanlı və dərin tarix hissi ilə doludur. Ulçin 1571-ci ildə Osmanlı donanması tərəfindən fəth edildi. Şəhər strateji cəhətdən çox vacib idi. Adriatik dənizinin cənubunda yerləşdiyinə görə həm hərbi, həm də dəniz ticarəti mərkəzi kimi istifadə olunurdu. Osmanlı idarəsində Ulçinə yeni ad verildi, Ulgün. Şəhərdə bir neçə məscid, hamam və karvansaray inşa edildi. Ən məşhur məscidlərindən biri Namazgah məscidi və Dənizçilər məscidi idi. Əhalinin böyük hissəsi İslamı qəbul etdi, azan səsləri və bazar həyatı şəhərə şərq atmosferi gətirdi. Ulçində türklər, albanlar, bosnyaklar və yerli slavyanlar bir yerdə yaşayırdı. Şəhər çoxmillətli və çox dinli idi. Məscidlərin yanında kilsələr də var idi.
Osmanlı mədəniyyəti burada memarlıqda, geyimdə, yeməklərdə və dillərdə iz qoydu. Osmanlı dövründə Ulçin piratlar, yəni dəniz quldurları ilə də tanınırdı. Lakin bu piratlar həm də dəniz ticarətləri və cəsur dənizçilər idi. Onlar Şimali Afrika, Aralıq dənizinə və İtaliyaya qədər səfərlər edirdilər. Ulçin limanı Osmanlı üçün böyük dəniz bazası idi. Daş evlər, dar küçələr və dənizə baxan qala divarları tikildi. Stari Qrad, köhnə şəhər, bugün dövrün izlərini indi də daşıyır. Hər evin həyətində zeytun ağacları və su quyuları olurdu. Yeməklərdə Türk və Aralıq dənizi mətbəxi qarışmışdı. Börək, qəhvə, paxlava, ət yeməkləri və balıq süfrələri məşhur idi. Qadınlar ipək zərli parçalar geyinər və kişilər isə Osmanlı tərzində geyimlər geyinərdi. 19-cu əsrdə Osmanlı zəifləməyə başlayanda Avropa dövlətləri bölgəyə maraq göstərdi. 1878-ci ildə Berlin Konqresi qərarı ilə Ulçin Qaradağ Montenegroya verildi. Bu dəyişiklik yerli müsəlman əhali üçün böyük tarixi dönüş nöqtəsi oldu. Bu gün də Ulçində Osmanlı dövründən qalan məscidlər, evlər və mədəni adətlər yaşayır. Şəhərdə Ramazan, Qurban bayramı kimi dini bayramlar qeyd olunur. Küçə adları və bəzi sözlərdə türk izləri hiss olunur. Məsələn, çarşı, hamam, qahva kimi sözlər. Və belə bu videonun da sonuna gəldik. Əgər bura kimi videonu izləmisənsə çox təşəkkür edirəm. Mənə dəstək olmaq üçün videonu like edib kanala abunə olmağın yetərlidir. Təşəkkürlər öncədən. Və son olaraq məni TikTok və Instagram üzərindən də izləyə bilərsiniz. Burada gördüyünüz sağda və solda hesablarımı qoyuram. Sağ olun, sevgi ilə qalın. Digər videolarda görüşmək ümidi ilə özünüzdən müğayət olun. Əydi saçlarıma bahar küləyi, nasəndə sevgilim yadıma düşdü. Hərənin bəxtinə bir gözəl düşər. Sən də təkcə mənim adıma düşdün, sən də sevgilim yadıma düşdün. Sən də təkcə mənim adıma düşdün, sən də sevgilim yadıma düşdün.